Heç düşünmüsünüzmü ki, telefonlarımız bizim yerimizi haradan bilir? Hər şey yer orbitində işləyən bir sistemlə bağlıdır. Yer səthindən 20.000 kilometr hündürlükdə 31 peyk fırlanır. Və yox, bu peyklər heç də hamımızı izləmir. Əvəzində onlar daim kosmosa bir siqnal yayırlar. Yəni bir informasiya şüalandırırlar öz koordinatlarını və daxillərdəki atom saatları vasitəsilə dəqiq vaxtı. Telefonlarımız isə bu peyklərdən gələn siqnalları tuturlar. Telefon 4 fərqli peykdən siqnal eşitdikdən sonra hər bir siqnalın ona çatması üçün nə qədər vaxt sərf olunduğunu hesablayır. Radio siqnallar işıq sürətlə hərəkət etdiyindən yaranan bu çox kiçik vaxt fərqi telefona hər bir peykdən tam olaraq hansı məsafədə olduğunu dəqiqliklə anlamağa imkan verir. Kosmosdakı 4 fərqli nöqtədə olan bu məsafələr hesablandıqdan sonra telefon riyazi hesablamalar apararaq bu ölçülərin kəsişdiyi nöqtəni tapır. Məhz həmin kəsişmə nöqtəsi sizin xəritədəki dəqiq yerləşdiyiniz məkandır. Üstəlik smartfonunuz hərəkətdə olduğunuz zaman məkanınızı güncəl saxlamaq üçün bu mürəkkəb əməliyyatı saniyədə bir neçə dəfə təkrarlayır. Bəs yaxşı, bu niyə bu qədər tez işləyir? Sirr peyklərin daxilindəki atom saatlarının dəqiqliyindədir. Burada cəmi 1 mikrosaniyə fərq aşağıda, yəni yer səthində 300 metr xəta verə bilər. Buna görə də peyklərdəki atom saatları son dərəcə dəqiq işləməlidir.